Son 10 gündə Azərbaycanın xarici siyasətini təhlil edən təsadüfi şəxsi təəccüb bürüyərdi. Bu qədər geniş profilli fəaliyyət sahəsini eyni vaxtda həyata keçirmək heyrət doğurur. Siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli bunu Today Press TV-yə açıqlamasında deyib. O izah edib ki, 10 günlük diplomatik marafon Türk Dövlətləri Təşkilatının rəhbərlərinin Qəbələ görüşü ilə başladı. Həmin görüş sadəcə bir toplantı deyildi. Azərbaycan prezidenti İlham Əliyev burada 2026-cı ildə vahid Türk ordusunun yaradılması ehtimalının təməlini qoydu. Ardınca Türkoloji qurultayın 100 illiyi qeyd olundu və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın dilindən vahid əlifba məsələsi yenidən gündəmə gəldi. Ekspert düşənbə görüşü və Misirdə keçiriləcək Yaxın Şərq sülh sammitinə diqqət çəkib. Stat: Bir neçə gün sonra diqqətlər düşənbə görüşünə yönəldi. Rusiya prezidenti Vladimir Putinin qlobal mediada da yer alan dizini qatlaması Azərbaycanın diplomatik üstünlüyünü bir qədər də möhkəmləndirdi. Harda, kimə qarşı və necə? Sualların cavabı detalların içində gizlidir. Bu hadisə Fransa prezidenti Emmanuel Macronla keçirilən görüşdən sonra yaşanan ikinci mühüm oksigen effekti idi. Digər önəmli detal isə Misirdə keçirilən Yaxın Şərq sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyevin dəvət alması oldu. Bu təsadüfi deyil. Azərbaycan üçün İslam kimliyi ilə Avropoid dünyəviliyin sintezi unikal hibrid model formalaşdırır. Misirdəki görüşdə 30 ölkə arasında Azərbaycanın da yer almasının səbəbi aydın görünür. Azərbaycan post-müharibə dövrünün idarə olunması üzrə dünyada ən uğurlu təcrübəyə malik ölkədir. Qafqazdan kənarda baş verən bütün müharibələr bizim üçün regional xarakter daşıyır. Həmçinin Azərbaycan hazırda dünyada yeganə ötürücü, yəni logistika baxımından strateji keçid nöqtəsidir. Dünyada baş verən istənilən münaqişə birbaşa olaraq Azərbaycanın üzərindən keçən əsas logistika xəttini təhdid edir. Əlavə olaraq Azərbaycanın həm İsraillə dostluğu, həm də Qəzza məsələsinə yanaşması beynəlxalq səviyyədə balanslı və qəbul edilən mövqedir. Nəhayət, Azərbaycanın sammitdə iştirakının əsas dəstəkçilərindən biri də Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın administrasiyası olub. Statın sonu. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Yaxın Şərq sülh sammitində iştirak etmək üçün oktyabrın 12-sində Misirə işgüzar səfərə gəlib. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.